Bu gün ədədin loqaritmin sıfırdan keçəcək sizlərə. Deməli, uşaqlar, riyaziyyatda bəzi əməllər vardır ki, məsələn, toplama əməli. Bunu aydınlaşdırıblar ki, sual, yəni nəyin üzərinə 3 gələndə 8 eləyər və 5 tapıblar. Daha sonra, məsələn, çıxma əməli var. Nədən 10 çıxanda 30 eləyir. Deyirik ki, 30 topla 10, 40. Sonra, vurma əməli var, yəni bunun tərsi. Vurma əməli var. Nəyi 5-ə vuranda 30 eləyir. Deyirik ki, sualın yerində 6 dayanıb. Daha sonra bölmə əməli var. Məsəl üçün, nəyi 3-ə böləndə edir 27. Deyirik ki, məsələn, 81-i. Bu əməlləri bildik. Daha sonra, belə bir əməl var ki, məsələn, nəyin kvadratı 9 eləyər? Bunu da biz tapmaq üçün bu kök deyilən bir anlayış gəldi, çıxdı. Yazılmayan kökün dərəcəsi və bu 9-u salardıq bunun içinə. Yəni, x-i tapırdıq 3. X kvadrat 9-sa, x də gəlib alınırdı burada 3. Və son olaraq isə, yəni bunları artıq bilirik. Bu toplama, çıxma, vurma, bölmə, sonra ədədin kvadratı 5-ci əməl, kökü 6-cı əməl və 7-ci əməl deyilən bir şey çıxdı. Məsəl üçün, 4 üstündə x bərabərdir 16. Bu isə o deməkdir ki, nə qədər 4-ü bir-birinə vuranda 16 eləyər? Dedilər ki, 2 dənə 4-ü bir-birinə vuranda 16 eləyər. Amma bunu artıq belə yazmadılar. Hər tərəfi loqaritmdən 4 əsasdan 16 aldılar. Və bu da elədir. 4-ün üstündə nə 16 eləyir? Deməli 2. Yəni 4-ün üstündə nə 16-ya bərabərdir? Bax, loqaritm termini gəldi bizə daha asan yoldan, bax, buradan çıxdı. Ədədin loqaritmi. İndi ədədin loqaritmi haqqında sizə çoxlu qaydaları mən deyəcəm. İlk olaraq, məsələn, y bərabərdir a üstü x funksiyasında həmin bu funksiyanın ilk olaraq bu a əsası həmişə sıfırdan böyük və birdən fərqli olmalıdır. Yəni, müsbət olmalıdır və birdən fərqli olmalıdır. Bunun təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. Yəni, bu funksiyada mən x-in yerinə hər bir şey qoya bilərəm. Qiymətlər çoxluğu isə sıfırdan müsbət sonsuzluğadır. Yəni, heç vaxt y a üstündə hər hansı bir ədəd yazsam, məsələn, 7 üstü mənfi 2. Bu eləyəcək 1 bölü 7-nin kvadratı, yəni 49-da 1. Bu, sonda alacağım ədəd mütləq sıfırdan böyük olmalıdır. Yəni, müsbət ədəd olmalıdır. Yəni, təyin oblastı mənim sonsuzdan müsbət sonsuzluğa, qiymətlər çoxluğu isə sıfırdan müsbət sonsuzluğa. A böyük 1 olarsa bizim bu funksiyamız artan. Yox, əgər 0 ilə 1 arasında olarsa azalan funksiya olur. Bax, buna aid suallar, loqaritmdə artan, azalan olmağı, işarənin falan dəyişib dəyişməməyi. Blok imtahanlarında işlədiyimiz sınaqlarda görmüşsünüz ki, çoxlu istifadə olundu. Bunları bildik. Bu ilk olaraq üslü funksiya idi. Bu üslü funksiyanın xassələri idi. Gəlin yadınıza salaq üslü funksiyanın qrafiklərində. Deməli, əgər a 1-dən böyük bərabər olsa, dediyimiz kimi artan funksiya oldu. Biz bura 1-i qeyd eləsək, şəklimiz oldu, bax belə. Yox, əgər azalan funksiya olanda, azalan funksiya isə olanda, yəni 0-dan 1-ə, o zaman bizim funksiyamız, baxın, belə oldu, 1. Azalan funksiya. Bu oldu üslü funksiya.
Loqaritm başa düşmək üçün dediyim kimi şifahi olaraq dedim, amma ilk olaraq bu üslü funksiya anlayışını bilmək lazımdır. Üslü funksiya anlayışını bilmək lazımdır. Daha sonra gəldik ədədin loqaritminə. Loqaritm funksiya y bərabərdir loqaritm a əsasından x. Burada da yenə bizim a-mız sıfırdan böyük və birdən fərqli olmalıdır. Və bunun da təyin oblastı, yəni DF-i, yəni x-in ala biləcəyi qiymətlər, burada x-in ala biləcəyi qiymətlər olmalıdır sıfırdan müsbət sonsuzluğa. Yəni loqaritmin içərisi heç vaxt mənfi ola bilməz. Amma burada YF mənfi sonsuzluqdan müsbət sonsuzluğa ola bilər. Yəni belə bir funksiya verər, bunun cavabı -3 ola bilər. Deməli, üslü funksiyada təyin oblastı mənfi sonsuzluqdan müsbət sonsuzluğa, qiymətlər çoxluğu isə sıfırdan müsbət sonsuzluğa. Amma loqaritmik funksiyada isə təyin oblastı sıfırdan müsbət sonsuzluğa, qiymətlər çoxluğu mənfi sonsuzdan müsbət sonsuzluğa. Yenə birdən böyük olarsa artan, sıfırla bir arasında olanda azalan funksiya olur. İndi loqaritmik funksiyanı həm artan, həm azalanı göstərim sizə qrafikin. Məsələn, a birdən böyük olanda artan. Bax, şəkil belə olur. Sonra a burada sıfırla bir arasında olanda isə, baxın, azalan funksiya, yəni azalır. Bu da loqaritmik funksiyanın qrafikləri. İndi gəldik loqaritmin xassələrinə. Birinci, xassə 1. Loqaritm a əsasdan 1-in cavabı həmişə sıfırdır. Yəni, buna aid birinci xassələr deyəcəm, sonra yanında misallar deyəcəm. Bu xassə 1-dir, indi misal 1. Məsələn, loqaritm 3 əsasdan 1. 3-ün üstündə nə yazsam 1 eləyər? Təbii ki, 0. Çünki hər bir ədənin üzərində 0, hər bir müsbət ədənin üzərində 0 1-ə bərabərdir. Məsəl üçün, misal 2-ni yazaq. Misal 2. LC 1 yazaq. Bu da 0 eləyir. Sonra, misal 3. Məsəl üçün, LC tangens 45 dərəcə neçə eləyir? Deyəsiniz ki, 0 eləyir. Nəyə görə? Tangens 45-də 1 alır. LC 1 də 0-a bərabərdir. Və yaxud da tangens və kotangens dediyimizə görə tangens və kotangens qarşılıqlı tərs ədədlərdir. Məsəl üçün, tangens 20 dərəcə vurulsun, kotangens 20 dərəcə. Bunun cavabı nədir? Deyəsiniz 0. Çünki həm də trigonometriyanı təkrarlayaq. Tangenslə kotangens bir-birinin tərsidir və tangens alifanı kotangens alifaya vuranda 1-ə bərabər olur. Yəni bunun yerinə 1 yazıram. 4-ün üzərində 0 1-ə bərabər olur. Xassəmiz, birinci xassəmiz baxın belə oldu. İndi gəlin keçək ikinci xassəyə. Loqaritm a əsasdan a 1-ə bərabərdir. Yəni log 7-dən 7 1-ə bərabərdir. Və yaxud misal 2. Loqaritm 2 çıx kök 3-də 1 bölünsün 2 topla kök 3. Bu da nəyə bərabərdir? Bunun hər tərəfi qoşmaya vursaq, 2 çıx kök 3-ə vursaq, görəcəyik ki, belə bir şey alınacaq. 2 çıx kök 3, 2 çıx kök 3 və 1 eləyəcək. Yəni, deməli, loqaritm a əsasdan a nəyə bərabər oldu? Məsələn, 11 əsasdan 11, bu da 1-ə bərabər. Yəni, loqaritm a əsasdan a bərabər oldu nəyə? A-ya. Yəni, üzr istəyirəm 1-ə. Loqaritm a əsasdan a bərabər oldu 1-ə. Keçək üçüncü xassəmizə. Üçüncü xassəmiz.
Loqaritm A əsasdan x, y. Biz bunu yazırıq. Eyni əsaslı loqaritmları toplayanda bunların bu gövdəsindəki ədədlər bir-birinə vurulur. Vurulur. Misal 1, yenə. Loqaritm, məsələn, 2-dən 56. Biz bu 56-nı 8 vur 7 kimi yaza bilərik. Yəni, loqaritm 2-dən 8 üzərinə gəlinsin, loqaritm 2-dən 7. 2-nin üstü nə mənə 8 verirdi? Yəni, 3. Deməli, cavab oldu 3 topla loqaritm 2-dən 7. Yəni, loqaritm 2-dən 56-nı mən cavabın belə də sadələşdirib yaza bilərəm. Daha sonra, misal 2. Loqaritm 10 əsas mənə LC-ni verir. Məsəl üçün, bura ECX olsun. Loqaritm Y əsasdan X isə mənə LN-i verir. Yəni, bunu yazım indidən. Yəni, LC görürüz, birinci aşağısı 10-dur. LN görürsə, birinci loqaritmin aşağısı 7. İndi, misal 2. Məsələn, LC 500. Mən LC 500 yaza bilərəm. LC 100 vurulsun 5 kimi. Bunu da açaram. LC 100 üzərinə gəlsin LC 5. LC 100-də mənə onun kvadratıdır axı. Yəni mən bu LC-ni loqaritm kimi yazsam, loqaritm 10-dan 100 yazaram. Topla LC 5. Onun üzərində nə mənə 100 verər? Yəni onu nə qədər öz-özünə vursam 100 eləyər və yaxud belə desək 2 dəfə. Yəni bunu yenə yazıram. 2. Cavab oldu 2 topla LC 5. Baxın belə. İndi gəlin 4-cü xassəyə baxaq. Xassə 4. Xassə 4. Eyni əsasdan loqaritmları çıxanda biz onların gövdəsini bir-birinə bölürük. Yəni burada olacaq loqaritm A əsasdan x çıxılsın, loqaritm A əsasdan y. Yəni eyni əsasdan loqaritmlar bir-birindən çıxanda biz onu bölürük. Məsələn, yenə burada misal 1 ilə başlayan nümunələri göstərməyə. Məsələn, loqaritm 2-dən 8 bölü 11. Biz bunu yazacaq. Loqaritm 2-dən 8 çıxılsın, loqaritm 2-dən 11. Əsaslar 2 oldu. Bir-birindən çıxanda mən bunu artıq bölmüş oluram. Yenə 2 üstü 2-də loqaritm 2-dən 8 mənə 3 verdi. Çıxılsın, loqaritm 2-dən 11. Bax, misalım oldu belə. Gəl ikinci misalımıza baxaq, nümunə olaraq. Məsələn, LC 25. Mən LC 25-i yaza bilərəm. LC 100 bölünsün 4 kimi. Və daha sonra yenə dediyim kimi əsaslar eyni olanda bir-birindən çıxılır. LC 100 də mənə bayaq yazdım toplamasında bunun. LC 100 mənə 2-ni verir. Deməli, cavab oldu 2 çıxılsın LC 4 və yaxud 2 çıxılsın loqaritm 10 əsasdan 4. Axı LC-nin loqaritm 10 əsas demək idi. Sonra, məsələn, misal 4-ü yazım, misal 3-ü yazım. LC 50 çıxılsın LC 5. Əsaslar reyonunda çıxarkən bir-birinə bölürdüm. Yəni, mən artıq 50-ni 5-ə böləcəm. Bu eləyəcək LC 10. LC 10 da mənə verir. Loqaritm 10 əsasdan 10 və bu da mənə verir 1-i. Baxın belə. İndi xassə 5-i yazaq. Loqaritm A əsasdan B üstü M. Mən bunu qarşıya gətirə bilirəm. Baxın belə. Mən bunu qarşıya gətirə bilirəm. Və yaxud belə yazsam, mən bu n-i qarşıya 1 böl n kimi gətirə bilirəm.
İndi bu xassəyə aid də biz misallar yazaq. Loqaritm məsəl üçün 3 əsasdan x-in kvadratı. Mən bu 2-ni qarşıya gətirə biləcəm. Cavab olacaq 2 loqaritm 3 əsasdan x. Və yaxud misal 2. Loqaritm 16 əsasdan x. 16-nı yazıram. 4-ün kvadrat kimi yazmaq olar, amma mən 2 üstü 4 ilə yazım sizə. Belə göstərim. Bu 4 qabağa 4də 1 kimi gələcək. Yəni 4də 1 loqaritm 2-dən x. Bu isə qaldı yerində. Sonra, baxın, misal 3. Yəni bu xassədən çox istifadə olunur. Loqaritm 27-dən 16. Biz 27-ni 3-ün kubu kimi yaza bilərik. 16-nı da məsələn 2 üstü 4 kimi yaza bilərik. Deməli, bunları mən qarşıya gətirirəm. Bax, bu qarşıya gəlir 4 kimi. Bu da 3də 1 kimi. Yəni olur 4 böl 3-də 4 bölü 3 loqaritm 3 əsasdan 2. Baxın belə. Misal 4-də yazın. Buna aid çox nümunə göstərim. Məsələn, loqaritm 32-dən 16. 32-ni yazaram 2 üstü 5 kimi. 16-nı yazaram 2 üstü 4 kimi. Bunlar gələr qarşıya 5-də 4 kimi. Loqaritm 2-dən 2. Loqaritm A əsasdan A mənə nə verirdi? 1. Deməli 5-də 4 vurulsun 1 elədi 5-də 4. Və yaxud da 0,8. Keçən xassə 6-ya. Xassə 6. Loqaritm A əsasdan B-ni 1 bölünsün loqaritm B əsasdan A kimi yazmağa mənim ixtiyarım var. Yəni, mən bulan yerin dəyişəndə 1 böl kimi yazmalıyam. Məsələn, misal 1. 1 böl loqaritm 3 əsasdan 4 mənə verir. Normalda loqaritm 4 əsasdan 3-ü. Məsələn, misal 2. Loqaritm 5-dən 7 vurulsun. Loqaritm 7-dən 5. Bunlar bunun birinin tərsidir axı. Bu 7 ilə bu 7 gedir. 5-dən 5 gedir. Qalır 1. Sonra misal 3. Misal 3 məsələn. 1 bölünsün loqaritm 3 əsasdan 7. Bunun cavabı olacaq loqaritm 7 əsasdan 3. Daha sonra. Məsələn, misal 4. Belə bir gözəl sizə nümunə deyim. 1 bölsün loqaritm 8-dən 24. Üzərinə gəlsin 1 böl loqaritm 3-dən 24. Bu olacaq, bu olacaq 24-də 8. Loqaritm 24 əsasdan 8 topla. Bu da olacaq loqaritm 24 əsasdan 3. Burada baxın, qarışıq misal vermişəm. Əsaslar eyni olanda toplayarkən qarınları bir-birinə vurulurdu. Yəni olacaqdı loqaritm 24 əsasdan 8 vur 3 24. Log AA isə mənə nə verirdi? 1 verirdi. Baxın, 3 dənə xassəni bir misalda mən sizə göstərmiş oldum. Sonra buradan hələ davam eləyək. Bu xassə çünki çox vacib xassədir. Məsəl üçün burada bir dənə də belə bir misal sizə göstərim. Loqaritm 16-dan 27 vurulsun. Loqaritm 9-dan 32. Mən buradan 27-ni və 16-nı yenə 2 və 3 əsaslara gətirim. 16 olacaq 2 üstü 4. 27 olacaq 3 üstü 3. Vurulsun. 9 olacaq 3-ün kvadratı. 32 isə olacaq 2 üstü 5 şəklində. İndi əziz şagirdlər, baxın, bu 4 üst gəlir qabağa, olur loqaritm 2-dən 3 vurulsun. Burada da 5 böl 2 gəlir qabağa. Vurulsun loqaritm 3 əsasdan 2. Baxın, bunlar bir-birinin tərsi oldu. Bəli, bunları vuranda 1 eləyir. İndi mən 4-də 3-ü vururam 2-də 5-ə. Bu da eləyəcək 15 bölünsün 8. Baxın belə. Bu 6-cı xassə də belə xassə idi. Gəlin baxaq xassə 7-yə. A üstü loqaritm A əsasdan B mənə verir elə B-ni.
Yəni məsələn 3 üstü loqaritm 3-dən 2, bax bu 3-lər gedir. Qalır 2. Sonra məsələn 10 üstü LC 7. Axı LC loqaritm 10-dan 7 deməkdir. Bunlar da gedir qalır 7. Məsələn misal 3. 3 üstü Y üstü məsələ üçün ln 3-ü yazaq. Ln-in bildiyimiz kimi aşağısı Y olur. Deməli bunlar gedir, cavab elə çıxır 3. Sonra misal 4. Məsələn 8 üstü loqaritm 8-də 125. Yenə getdi bunlar, cavab elədi 125. Buna aid son bir dənə də sual deyim. Misal 5 olsun. Hər xassəyə 3 dənə, 5 dənə misal ilkin anlayış üçün məncə kifayətdir. 5 üstündə 2 bölünsün. Loqaritm 3 əsasdan 5. Hə. Baxın uşaqlar. Biz bunu dediyi necə yaza bilərik? Bu xassətdə uşaqlar iki xassənin qarşımı bayaq da mən sizə göstərdim. Xassə 6-da. Loqaritma əsasdan B nə idi? 1 böl log B-dən A-ya. Baxın, deməli mən bunu necə yaza bilərəm? Bu 2 vurul 5 üstü 2 vurulsun. Bunların da yerini dəyişərəm. Log 5-dən 3. İndi bunu buradan bura gətirə bilirəm və buradan da bu geriyə qaytara bilirəm. Yəni olacaq 5 üstü loqaritm 5 əsasdan artıq 3-ün kvadratı olacaq. Yəni mən bunu geriyə qaytarıram. 3 üstü 2. Yəni bu 2-ni bura gətirə bilirdim və təzən başına qaytara bilirəm. Heç nə, bu dediyim kimi A üstü log A. Bunlar gedir, qalır B. 3-ün kvadratı elədi 9. Baxın, sizə belə bir gözəl nümunədə göstərmiş oldum. Gələk xassə 8-ə. Uşaqlar çox əziyyət çəkir bunda. Loqaritm C əsasdan B bölünsün. Loqaritm C əsasdan A bizə verir. Loqaritm A əsasdan B. Buna deyilir əsas dəyişmə düstur. Bu xassəyə deyilir əsas dəyişmə düstur. Yəni məsələn, misal 1. Loqaritm 3-dən 16-nı mən loqaritm 3-dən 2-yə bölsəm, baxıram ki, bunlar eynidir. Mən normal olaraq loqaritm 2-dən 16-nı elə tapa bilərəm. Yəni 2 üstü nə mənə 16 verir? 2 üstü 4. Baxın belə. Sonra misal 2. LC 27 bölünsün LC 3. LC-lər eynidir. Xassəm nədir? Log AB. Deməli, bunlar eynidirsə əsaslar. Log yazıram. Burada A-nın yerində 3 dayanıb. B-nin yerində 27 yanıb. 3-ün üstü neçə 27 verir mənə? 3. İndi misal 3 yazaq. Misal 3. Loqaritm 3 əsasdan 108 topla. Loqaritm 3 əsasdan 2 bölünsün. Loqaritm 3 əsasdan 6. Çox gözəl. Burada iki xassəni istifadə elədik. Həm əsas dəyişmə düsturu, həm də toplayarkən vurmaq. 108-i burada 2-yə vururam. Eləyir 216. Axı əsaslar 3-dür. Və bunu log 3 6-ya bölmək o deməkdir ki, bərabər olsun. Bax, bunlar eynidir axı. Deməli, bunları silirəm. Log 6-dan 216 yazıram. Yəni 6 üstünə mənə 216 verir. 6-nın kubu. Baxın şagirdlər, belə. Daha sonra bu xassə 8-ə aid məsəl üçün bir yenə belə bir nümunə yazım. Loqaritm 7-dən 64 bölünsün. Loqaritm 7-dən 8. Yenə bax bunlar getdi. Eyni daxil ikisi 7, 7. Deməli yazacağım təzədən loqaritm. Aşağıda bu olacaq 8. Bu da yuxarıda deyə yuxarıda olacaq. 8-in üstü neçə 64 verir mənə? 2. Yəni 8-in kvadratı. Baxın belə. Keçək xassə 9-a.
Loqaritm A əsasdan B vur, loqaritm B əsasdan C vur, loqaritm C əsasdan D bərabərdir loqaritm A əsasdan D-yə. Yəni baxın bu B-lər getdi, C-lər getdi, nə qaldı? Aşağıda A, yuxarıda D. Yəni loqaritm A əsasdan D-yə. Yəni məsələn, buna aid misallar göstərim. Bu asan xassədir. Ən çətin xassə uşaqların qarşıladığı 8-ci xassədir. Baxın, burada 5-lər gedir, olur. Loqaritm 3 əsasdan 9. Bu delədir, 3-ün üstünü içi mənə 9 verər, 2. Sonra misal 2. Loqaritm 2-dən 5 vurulsun. Loqaritm 5-dən 7. Sonra vurulsun. Loqaritm 7-dən 11 vurulsun. Loqaritm məsələn 11-də 8. Baxın uşaqlar, bu 5-lər getdi, 7-lər getdi, 11-lər getdi. Qaldı loqaritm 2-dən 8. Bu da elədi 3. Yəni 2-nin kubu mənə 8 verər. Baxın belə. Sonra xassə 10. A üstü loqaritm C əsasdan B mənə verir. B üstü loqaritm C əsasdan A. Yəni mən bunların yerini də dəyişə bilərəm. Loqaritm mənə çox xüsusiyyətlər verir. Məsələn, misal 1-ə baxın. Misal 1-də 5 loqaritm 3-dən 4 çıxılsın. 4 loqaritm 3-dən 5. Mən bu 5 ilə 4-ün yerini dəyişirəm, görün nə olur. 5 loqaritm 3-dən 4 çıxılsın. 5 loqaritm 3-dən 4 olur. Eyni şeydən eyni şey çıxmaq deməkdir ki, 0. Gəlin baxaq misal 2-yə. 3 elciyə 7 çıxılsın. 7 elci 3. Gəlin bununla indi bunun yerini dəyişək. Olacaq heç nə. 7 elci 3 çıxılsın. 7 elci 3 və bu da 0. Sonra buna aid də sonuncu misal göstərim. Məsəl üçün 6 üstü ln 5 bölünsün. 5 üstü ln 6. Yenə mən bunların yerini dəyişə bilirəm. Olacaq 5 üstü ln 6 böl 5 üstü ln 6. Eyni şeydə eyni şeyə bölmək bizə 1 verir. Keçək xassə 11-ə. Artıq yəni bizim loqaritmla bağlı xassələrimiz bitir. A üstü loqaritm kök altda A-dan B bərabərdir. Yəni dediyim kimi biz burada ümumi ilə baxın. Bu A-ları B, B-ni də A şəklində yaza bilərik. Baxın belə. Bunlar bir-birinə bərabərdir. Yəni bunu da bir dənə misalla göstərim. 3 üstü kök altda loqaritm 3-dən 2 çıxılsın. 2 üstü loqaritm 2-dən 3. Yəni mən bunların yerini dəyişə bilərəm. Baxın bu 3-ləri 2 eləsəm bu da avtomatik 3 olacaq. Yəni bu 3-ləri 2 edirəm. 2-ni 3 edirəm. Baxın burada edirəm onu. Olacaq 2 üstü kök altda loqaritm 2-dən 3 çıxılsın. Baxıram ki, yenə eyni bir şey alındı. Və bu da elədir 0. Sonra bir dənə xassə 12-ni deyim. Yəni eyni an, elə bu əslində buna oxşuyur. Eyni anda mən kök altına ala bilərəm və yaxud baxın, loqaritm belə deyim də sizə. 3-dən 9 bərabərdir loqaritm kök üstə 3-ə və yaxud bərabərdir loqaritm. Bax bunu kuba yüksəldirəm ikisində məsələn. Olacaq loqaritm 27-də 729. Aydın oldu? Yəni mən ikisini də eyni anda kvadrata yüksəldə bilərəm və yaxud kök ala bilərəm və yaxud kuba yüksəldə bilərəm. Baxaq xassə 13. Bununla belə son 2 xassə qaldı. Əgər əsas da, gövdəsi də müsbət və yaxud hər ikisi də mənfi olarsa, bu zaman mənim loqaritmim müsbət olur. Bu asan uşaqlar. Ən asan xassələrdən biri də budur.
Məsələn, buna aid misallar çox göstərirəm. Loqaritm 5-dən 4. Bu da birdən böyüdü, bu da birdən böyüdü. Deməli, müsbət oldu. Sonra, məsələn, loqaritm 12-dən 4. Bu da sıfırdan böyüdü. Çünki bu da birdən böyüdü, bu da birdən böyüdü. Və yaxud ikisini də, məsəl üçün, bunu verirəm birdən kiçik. Olsun loqaritm 7-də 1, bu da olsun 3-də 1. Bu da birdən balacadır, bu da birdən balacadır. Yəni belə deyəndə birdən balaca mənfi kimi fikirləşin. Yenə mənfini mənfiyə şey olanda müsbət olur da. Yəni belə yadda saxlayın. Düzgün deyil belə yadda saxlamaq, amma mən sizə rahat olsun deyə deyirəm. Məsələn, misal 4. Olsun loqaritm 0,3. Bu da olsun məsələn sinus 20 dərəcə. Sinus 30 dərəcə. Sinus 30-dan neçə alır? 2-də 1 alır. Bu da birdən balacadır, bu da birdən balacadır. Birdən balaca və birdən balaca. Yəni müsbət alındı. Və son olaraq da xassə 14 loqaritmin mənfi alındığı hallardır. A birdən böyük, B birdən kiçik olanda və ya A birdən kiçik, B birdən böyük olanda bu zaman bizim loqaritmimiz mənfi ədədlər olur. Məsələn, misal 1. Biz göstərə bilərik loqaritm 4-dən 0,2, 4 əsasən 0,2. Bu müsbətdir, yəni belə deyim də, birdən böyüdür, bu isə birdən balacadır. Yəni bunu mənfi kimi baxırıq. Rahat, bunu da müsbət kimi. Mənfini müsbətə vuranda və ya böləndə eləyir mənfi. Sonra misal 2-yə baxaq. Məsələn, LC 5-də 1. Bunun əsası 10-dur, 10 birdən böyüdür, müsbətdir. Bu isə birdən balacadır, mənfi. Deməli, bunun da cavabı olacaq mənfi. Sonra misal 3. Məsələn, burada belə bir nümunə yazım özümdən. 0,7 əsasdan kök 2. Kök 2 birdən böyük ədəddir. Müsbətdir. Birdən böyük ədəddir. Çünki biri kök altına salanda 1 eləyir. Kök 2-dən təqribi çıxır 1,4. Yəni bu birdən böyükdür. 0,7 isə birdən balacadır. Biri birdən böyük, digəri birdən balaca olanda loqaritm olurdu 0. Əziz şagirdlər, baxın. Loqaritmin bütün